2022-ci ildə dünya çempionatı Qətərdə keçirilirdi və mən bu çempionata Azərbaycanda televizordan baxırdım. Və onda bilirdim ki, 2026-cı ildə çempionat Amerikada keçiriləcək. Baxa-baxa düşünürdüm ki, kaş belə bir şansım olardı ki, Amerikada olanda bu çempionat orada olum və hər hansı bir oyuna gedim baxım. Bunu ürəkdən arzuluyurdum. Bugün 2026-cı ildir və mən Bostondayam. 4-də 1 final oyununa Mərakeş və Fransa oyununa gəlmişəm. Həqiqətən çox gözəl bir gün idi. Sadəcə istədim bu anı ölümsüzləşdirim. Xoş günlərdən biri idi. Mən nə motivatoram, nə türklər demiş yaşam koçuyam. Sadəcə istəyirəm onu sizə deyim ki, xəyallarınızın ardınca gedin. Heç vaxt deməyin. Hər şey ola bilər. Siz sadəcə hərəkət eləyin və bərəkət gözləyin.